Salam, xoş gördük hər birinizi, dəyərli kanalımın izləyiciləri. Mən Mətanət Nəbiyeva. Bugün sertifikatlaşma imtahanına hazırlaşan müəllim namizədlər üçün kurikulumdan növbəti test nümunələrini təqdim edəcəm. Test nümunələrimiz daha çox qarşınıza çıxa biləcək formatdadır və bu video izahı sona qədər izləyib öz fikirlərinizi bizimlə paylaşmağı sizlərdən xahiş edirəm. Bundan əlavə, müəllimlər, təbii ki, bu dəstək videolarımız davamlı olacaq. Əgər bütün videolardan zamanında xəbərdar olmaq istəsək, sadəcə kanala abunə olub bildirimi açırıq. İlk sualımız mövzu ilə bağlı tələb olunan məlumatlar şagirdlərə təqdim edilir. Şagirdlərə məlumatları nəzərdən keçirməyə müəyyən bir zaman verilir. Ehtiyac olanda faktlar üçün kömək edilir. 2 cüt birləşib 4 nəfərlik qrup yaradır və proses 4 nəfərlik qrupdan 8 nəfərlik bir qrup yaranana qədər, yəni 4 nəfərimiz 8 nəfər olana qədər davam edirsə, burada hansı təlim üsulunun xüsusiyyətindən bəhs edilir? Düzdür müəllimlər, qar topu, düşün, cütləş, bölüş, paylaş metodu, bir də sinif güncləri metod olaraq bir-birinə yaxındılar. Amma sizə belə bir açar sözü verim ki, qar topu təlim üsulunda prosesimiz 4 nəfərlik qrupdan 8 nəfərlik qrup yaranana qədər davam edir. İndi desəz, bəs yaxşı. Bunlar niyə bir-birinə oxşuyur? Çünki düşün, cütləş, paylaş texnikasından həm qar topunda, həm sinif künclərində istifadə olunduğuna görə metod olaraq bir-birinin xüsusiyyətini daşıya bilər. Bunu yadda saxlayırıq. Sinif küncləri, şagirdlər adətən fikirlərini əsaslandırılır. Yəni sinifin müəyyən küncləri var. Həmin künclərə də razıyam, razı deyiləm, əmin deyiləm yazılır və şagirdlər müəyyən qismlərə çəkilir və fikirlərini nə edirlər? Əsaslandırırlar. Düşün, cütləş, paylaş texnikası fərdi işlə başlayır ta ki, bütün proses sinifi əhatə edənə qədər davam edir. Yəni şagird fərd olaraq düşünür, daha sonra nə edir? Cütləşir ikinci yoldaşı ilə, bölüşür və bütün siniflə paylaşır. Düzgün cavabımız nə olacaq? Qar topu texnikası. Növbəti keçid edirəm ikinci sualımıza. İkinci sualımız dərslərində aktivlik və sistemlilik nümayiş etdirən şagirdlər bizə biliyin, taksonomiyanın, təfəkkürün növü nümayiş etdirmək feilinə baxırıq. Düzdür, bəzən ART-nin belə deyim də sınaqlarında çox təəssüf ki, çərçivədən kənara çıxılır. Bu da yol verilməz haldır. Çünki kitab bir şey deyir, imtahanda oturub nəsə fikirləşirlər, bilmirəm cavab səhv işarələnir, yoxsa həqiqətən elə fikirləşirlər. Yəni normalda kitab nədirsə, suallarımız ona uyğun olmalıdır. Haşiyadan çox, cədvəldən, proqramdan çox kənara çıxılır bəzi ixtisaslarda, bəzi suallarda. Keçək. Deməli, nümayiş etdirmək feili müəllimlər yadda saxlayırıq ki, nə isə nümayiş etdirmək, onu həyata keçirmək deməkdir. Həyata keçirir, yəni hər hansı bir prosesi icra edir, göstərir və nümayiş etdirmək feili taksonomiyanın mərhələsi olaraq tətbiq mərhələsi ilə işlənəcək. Gəlin biz tətbiq olmayan variantlarımızı ixtisar edək. Qalır yerdə bizdə prosedural tətbiq məntiqi, konseptual tətbiq məntiqi və nə isə nümayiş etdirirəmsə, nə isə icra edib həyata keçirirəmsə, bu artıq müəyyən bir proseslərin ardıcıllığıdır. Həmin o proseslərin ardıcıllığı, nümayiş etdirmək üçün keçdiyim yollar hansı birliklə işlənəcək? Prosedural tətbiq, təfəkkür olaraq da variantda ən uyğun gələn cavabımız olacaq B variantı, yəni məntiqi təfəkkürlə nümayiş etdirəndə məntiqi təfəkkürümüz ön plana çıxır. İndi desəz ki, bəs burada başqa təfəkkür modelləri müşahidə oluna bilməzmi? Təbii ki, oluna bilər. Sadəcə varianta uyğun biz cavab çıxardıq. Sonra, bax, burada emosional psixomotor taksonomiyalar. Düzdür, miqçilərə düşmür, amma sertifikatlaşmada qarşınıza sual çıxa bilər. Əgər Goleman haqqında, Kassel modeli haqqında məlumatınız varsa, yəni miqçilər, onun taksonomiya versiyası budur. Texnologiya dərsində binanın maketini düzəltməyi öyrənən şagirdlər rəngli kağızların lazımsız hissələrindən
yeni gül modeli hazırlayırlar. Yəni həmin gül modelini şagird neyləyəcək? Geri dönüşüm edir. Əgər geri dönüşüm varsa, hissələri birləşdirib yeni model yaradıramsa, mən artikulyasiya axtara bilərəm. Düzdürmü? Artikulyasiya olan variantımız tənqidi ilə işlənə bilməz. Yəni biz orada nəyisə yaradırıq. Deməli, artikulyasiya və yaradıcı təfəkkürlə işlənə bilər. Bu fiziki tərbiyənin baxın düşən sualına bənzər bir sual nümunəsidir. Mən orada sizə faktlarla qeyd etmişdim ki, məsələn, hər hansı hazır məlumatdan istifadə etmək iki cür düşünülə bilər. Yenə burdan da qeyd edirəm. Tətbiq və yaratmaq mərhələsi kimi. Orada səhv eləmirəmsə nümunəmiz bizim nə idi? Yeni video təqdimat yaratmaq, təqdimat ərsəyə gətirmək. Yəni o sualımız çox təəssüf ki, iki başlı sual idi və cavab da tamamilə əlaqəsiz bir variant olan anlamaq mərhələsi götürülmüşdü. Yəni elə olanda mütləq şəkildə diqqətli olun, cavabları mütləq analiz edin ki, hər hansı bir səhvlik olanda onu apellyasiyaya verib öz xeyrinizə uyğun bal ala biləsiniz. Sonra ədəbiyyat dərsində deyirəm ki, orada sübut eləmək mümkün olsa, çünki çox təəssüf ki, nəmiq imtahanında ya da sertifikasiya imtahanında suallar müəllimlərə təqdim edilmir ki, öz fikirlərini və yaxud da ki, səhvlik, düzlük varsa biz bunu daha dərindən görə bilərik. Belə olanda da sübut etmək çətin olur. Dördüncü deməli sualımız ədəbiyyat dərsində müəllim mətni yarıda saxlayır və şagirdlərə bildirir ki, uşaqlar öz ideyanız əsasında bir sonluq yaradın. Burada bizə təfəkkürün, təlim üsulunun, bir də taksonomiyanın növü lazımdır. Deməli, sonluğu özüm yazıramsa və yaxud da ki, şagird yazırsa, bu onun beyin məhsuludur da, düzdürmü? Beyin məhsulu olduğuna görə yaratmaq götürə bilərəm, yaradıcı təfəkkür götürə bilərəm və biz öyrəndiyimiz proqnozlaşdırma adlı bir üsul var ki, proqnozlaşdırma üsulunda qoy biraz çəkilim kənara. Şagirdlərə nə deyilir? Hər hansı bir bədii əsəri öz təxəyyülünüz əsasında. İndi burada ideya sözü ilə verir. Təxəyyülünüz əsasında davam elətdir. Bu əsər səncə necə bitəcək? Yarıda saxlamışam. Necə tamamlanacaq? Proqnoz verirsən, proqnozlaşdırırsan. Düzgün cavabınız olacaq hansı variant? A variantı. Beşinci sualımız bir yanaşma sualıdır. Dərs zamanı bir şagird, deməli, müəllimin verdiyi tapşırığı yerinə yetirmir. Sinif yoldaşları da bunu nə edirlər? İradla qarşılayırlar. Şagird özünü müdafiə etməyə çalışsa da, müəllim onun fikrini sona qədər dinləmir. Növbəti gün həmin şagird dərsdə passiv şəkildə iştirak edir. Suallara cavab verməkdən çəkinir, qrup işlərində fəallıq göstərmir. Yəni ümumiyyətlə kurikulum suallarını yazanda müəllimlər biraz şagirdin belə deyim də nazı ilə oynamaq məqamından və yaxud da ki, baxış bucağından baxın suallara. Yəni çox təəssüf ki, hal-hazırda şagird neynəsə də biz onu düzgün yönəltməliyik. Nəyə görə təəssüf? Çünki bəzən bunu mən dəfələrlə qeyd eləmişəm. Şagirdləri başa salmaq olmur. Fərqlə söhbət eləyirsən, psixoloq da söhbət edir, və yaxud da ki, nə bilim, valideynlə də söhbət edirsən, alınmır. Nə qədər bəzi həmkarlarımız desə ki, bu müəllimin zəifliyindən irəli gəlir. Xeyr, bəzi şagirdlər çox təəssüf ki, tabe olmaq istəmirlər. Hardasa belə deyim də 10% və yaxud da ki, ondan daha az şagirdlər niyəsə qaydalara, prosedurlara və yaxud da ki, hər hansı təlimatlara tabe olmaq istəmirlər. Yenə deyirəm, yəni mən sadəcə qayda üzərindən gedirəm. Bəzən gəlib yazırsınız ki, elə belə. Sadəcə yəni bilirsiniz necədir? Qatıq qaradırmı? Bəli. O üzərindən getməlisiniz ki, yəni imtahanda sualları düzgün cavablandırasınız. Deməli, burada bu situasiyada müəllim-şagird münasibətləri baxımından müəllimimiz hansı addımı atsa, yaranmış vəziyyət aradan qalxar. A variantı, bax ümumiyyətlə şagirdə ciddi nəzarət deyə bir şey yoxdur ki, şagirdin başının üzərini kəsdirəsən ki, müəllimin nəzarətini şagird öz üzərində hiss edir. Yoxdur belə bir şey. A variantını çıxdıq. B variantı, hər hansı bir şagirdin davranışını digərlərinə nümunə göstərə bilməzsən ki, bax Əli belə elədiyi üçün belə oldu. Olmaz. C variantı, həmin şagirdlə bəli, fərdi söhbət apara bilərik. O şagirdin mövqeyini dinləyə bilərik. Qarşılıqlı hörmət, etimadə əsaslanan münasibət olmalıdır. Bəlkə şagirdin problemini dinləyək də, bəlkə ailə daxili problem var və yaxud da ki, şagird sualı anlamayıb, müəllimin diqqətindən kənarda qalıb. Biz bunları araşdıraq ki, şagirdə kömək edə bilək.
Tapşırığın səviyyəsini dəyişdirmək olmaz. Yəni tutalım ki, çətin və yaxud da belə deyim də, ortadan asana keçmək olmaz. Çünki tapşırıqların tərkibi sadə, orta, asan olaraq formalaşır. Və passivliyini bunu onsuz da baxan kimi bildiniz ki, şagirdi nəzərə almadan və yaxud da ki, belə deyim də, diqqəti ona yönəltmədən dərs prosesinə davam etmək bu kimi hallarda düzgün hal hesab olunmur. Növbəti sualımız müəllim şagirdlərə fərdi yazı tapşırığı verir. Şagirdlərdən biri qələmi masanın üzərinə qoyur, qollarını çarpazlayır. Yəni çox görmüsünüz yəqin ki, bu kimi halları və yaxud da ki, buna bənzər halları. Mən tapşırığı yazmaq istəmirəm, həvəsim yoxdur deyir və işdən imtina edir. Situasiyada müəllim şagirdi fəaliyyətə cəlb etmək üçün ilk olaraq hansı addım ata bilər? Yəni şagird tapşırığı yazmırsa, mən onun davranışını görməzdən gələ bilmərəm. Çünki öyrənməlidir bu şagird. Məsuliyyətsizliyinin mənfi nəticələrini, belə deyim də, ətraflı izah edir, onu işə başlamağa həvəsləndirir. Yəni neqativə köklənmirik. Birinci şagirdin nə problemi olduğunu aydınlaşdırmalıyıq. Baxın C variantında şagirdə yaxınlaşıb çətinlik çəkdiyini, yoxsa başqa bir problemi olduğunu müəyyənləşdirmək lazımdır. Yəni ola bilsin ki, bayaq dediyim kimi yenə ailə daxilində problem ola bilər və yaxud da ki, qeyri bir problem ola bilər. Onun səbəbini araşdırıb, səbəbi araşdırandan sonra şagirdi mən neyniyə bilərəm? Yönəldə bilərəm. Burada valideynlik bir şey yoxdur. Tapşırığı dəyişsəm də demir ki, tapşırıq çətin gəlib və yaxud da ki, anlamayıb, sən tapşırığı dəyişəsən. Elə halda da dəyişmək olmaz. Sadəcə şagirdi neyniyə bilərik? Çətin tapşırıq olanda və yaxud da ki, həll edə bilməyəndə düzgün yönəldə bilərik. Uyğun gələn cavabımız olacaq C variantı. Sonra məşhur suallardan. Sizə 2 kompüter təqdim olunub, onları müqayisə edib və keyfiyyətlisini müəyyən ediriksə, təbii ki, müqayisədən söhbət gedirsə, müqayisəni biz 2 cür götürürük. Bir anlamaq, bir də təhlil. İndi deyərsiniz ki, müəllimlər, burada hər ikisi var da, həm anlamağa görə heç anlamaq yoxdur variantlar arasında, amma mən yenə deyirəm. Əgər sən sadə müqayisə edirsən ki, bu kompüterin xüsusiyyəti budur, bu kompüterin xüsusiyyəti bundan ibarətdir, bu məsələn hansı nəslə aiddir, digər hansı nəslə aiddir, sadə olaraq müqayisə etdinsə anlamaqdır. Əgər mürəkkəb olaraq müqayisə edib 2 kompüteri qarşı-qarşıya qoyub, bunlardan hansının daha keyfiyyətli olduğunu müəyyən edirsənsə, bu təhlil mərhələsidir. Müqayisə də hansı biliklə işlənir? Yəni müqayisə bərabərdir konseptual bilik. 9. Müəllim şagirdlərə rəqəmsal texnologiya və gələcəyə aid. Rəqəmsal texnologiya bugünkü həyatımız mövzusunda bir layihə işi verib. Bəzi şagirdlər layihənin gedişində işləmək istəmirlər. Çətinliklə qarşılaşan zaman tez həvəsdən düşür, həmçinin araşdırma aparmağa meyillik nümayiş etdirmirlər. Verilmiş situasiyada müəllimin hansı addımı düzgün olmaz? Düzgün olmayanı tapırıq. Layihə boyunca şagirdlərə əlavə dəstək veririk. Çətinlik olan şagirdə təbii ki, birgə işləyirik, scaffolding edirik. Düzdür. Fasilitator müəllimin rolunu yerinə yetirmək, şagirdlərə psixoloji dəstək göstərmək, bu da düzdür. Qiymətləndirmə rubrikini şagirdin diqqətinə çatdırırıq, motivasiya edirik, düzdür. Bütün qrupu özü ilə bərabər araşdırma fəaliyyətinə yönəldə bilərəm. Amma şagirdin yerinə layihəni müəllimin özü heç vaxt işləyə bilməz. Yəni kurikulum nə deyir? Kurikulum həmişə deyir ki, şagirdə nəyisə hazır şəkildə vermə. Yönəldə bilərsən, istiqamətləndirə bilərsən, mənbədən istifadə etməyə yönəldə bilərsən, amma hazır şəkildə hər hansı bir məlumatı şagirdin qarşısına qoymamasın. Qoy o özü araşdırsın, kəşf eləsin, öyrənsin. Və sonuncu sualımız 10-cu sual. Deməli, valideyn övladının davranışından narahat olduğunu müəllimə bildirir. Belə ki, müəllim də şagirdin sinifdə aqressiya göstərdiyini təsdiqləyir. Şagird evə balaca qardaşına, digər sinif yoldaşlarına fiziki güc təqdim edir və müəllim valideynlə danışandan sonra müəyyənləşdirir ki, şagird son zamanlar şiddətin üstünlüyü təşkil etdiyi oyunlar oynayır. Verilmiş situasiyada biz şagirdin davranışını düzəltmək üçün nə edə bilərik və burada da sosial öyrənmə nəzəriyyəsinə görə atmalıyıq addımı.
A variantı, yəni əgər şiddət varsa, biz şiddəti göz ardı edə bilmərik. Bəzi davranışları göz ardı edə bilərsən. Məsələn, şagird olur ki, müəllimin diqqətini çəkmək istəyir. Bunun üçün, yəni cüzi hərəkətlər edir, onu göz ardı edə bilərik. Məhrum eləmək neqativ cəzalandırma olmaz. Şagirdi deyir nəzərə alaraq davranışı özü düzəltməyəcək. Yəni şagird hər hansı bir səhvi neqativi əgər yönəltməsə düzəltməyəcək özü. Valideynlə, bəli, burada biz valideynlə əməkdaşlıq edə bilərik. Şagirdin gün rejiminin dəyişməsi dəyişdirə bilərik. Yəni valideynlə əməkdaşlıq. Onu oyundansa rəsm fəaliyyəti, rəsm olmasa başqa sevdiyi bir fəaliyyətə yönəldə bilərik. Düzgün cavabımız deməli D variantı. Müəllim şagirdi yoldaşları qarşısında tənbih edə bilərmi? Təbii ki də xeyr. Yadda saxlayırıq. Şagird toxunulmazdır. Hətta belə deyim də dırnaq arası deyə bilərəm müqəddəsdir testləri yazmaq üçün təbii ki də bu qaydaları diqqətinizdə saxlayın. Ümumi izahımız bu qədər. Əgər hər hansı bir sualınız olsa, videonun rəy bölümündə qeyd edə bilərsiniz.